əlindəki çıxartdığı saxta sənəd ləğv olunub. Saxta deyil, qanunlandır. Heç cürə ola bilməz. Elin qanunlandır. Sən də sübut elə ki, qanunlandır. Mənim xəbərim olmadan, məlumatım olmadan. Sən nətər Xeyr, atası evi deyil bunun. Atası evi deyil, ordenləndir. Bu şəxslər arasındakı söz-söhbət bölüşə bilmədikləri mülkə görədir. Qaynar xəttimizə müraciət edən Sumqayıt şəhər 4-cü mikrorayon sakini Gülzar Şamilovanın sözlərinə görə qardaşı oğlu ona məxsus olan evdən çıxmır. Müsahibimin dediyinə görə ata-anası ötən əsrin 80-ci illərində bu evi alaraq ömürgün sürüblər. Sənədə əsasən Gülzar xanım, onun bacıları və qardaşları bu evdə qeydiyyatda olublar. Hazırda Gülzar xanımın nə valideynləri, nə də qardaş bacısı həyatdadır. Bircə xəstə bacısı var, o da fiziki məhdudiyyətli olduğuna görə Gülzar xanım ona qulluq eləyir. Həmsöhbətim iddia eləyir ki, evin rəsmi sənədlərində qardaşı oğlunun adı qeyd olunmasa da, hazırda birlikdə yaşayırlar. Yəni otağın birində Şunasi və ailəsi, digər ikisində isə bibiləri yerləşiblər. Gülzar Şamilova deyir ki, evi satmaq, pulun bir qismini qardaşı oğluna vermək istəyir, lakin qarşı tərəf bununla razılaşmır. Ata payını istəyir, mənim öz ata, o nəvədir da, yəni öz atamın mülküdür. Nə çatır ona götürsün payını çıxsın, verirəm, atqaz eləmirəm. Bir xəstə bacımla məni rahat qoymur da yaşayam. Əvvəl elə bil anamın adına olubdu. Anam dünyasını dəyişib 2015-dən elə qalıb. Sonra bu məhkəməyə verdi, razılaşmadı ki, yönləşək ya onun adına, ya mənim. Da mən istəyirdim, hələ mən ölməmişəm axı. Mənim xəbərim olmadan məhkəməyə vermişdi. Müsahibimin sözlərinə görə qarşı tərəf evin içərisinə kameralar quraşdırıb. Ona psixoloji təzyiqlər eləyir. Qapını sındırıb dəfələrlə Allaha and olsun qalmışıq çöldə. Zəng eləmişəm xalamın oğlu gəlib. Məqsədi odur ki, deyir ki, 50-50 olsun. Onun ixtiyarı yoxdur o hərəkəti. Ev mənimdir, axı ev mənim ata evimdə, o kənar adamdır. Deyir icazə verməyəcəm sən bu evi satasan. 5 gün ömrüm var, laf gedim. Onun payını verim başqa yerdən bir yəni kömək olsun, rahat yaşayım. Qarşı tərəfin fikirlərini də öyrənmək üçün üst tutduq sözü gedən başı bəlalı evə. Mikrofonumuza danışan Şunasi Şamilov iddiaları birmənalı olaraq təqzib etdi. Bildirdi ki, onun burada yaşama hüququ var. Bunu təsdiq edən sənədi də var. Şunasi Şamilov valideynləri ölənə qədər bibiləri ilə münasibətlərinin mehriban olduğunu, birlikdə problemsiz yaşadıqlarını deyir. Sonradansa qohumlar arasında münasibətlər gərginləşir. Demək, zamoku dəyişdilər, qapının açarını. Mən qaldım çöldə. İşdən gəldim, açmır açar. Döyürəm, açmır. Bacımgildə qaldım. Dedim, indi sən həmin vaxtda elə bir vəziyyətdir ki, mən valideynəm təzə rəhmət, ikisi də bir həftənin içində rəhmətə getmiş. Biraz havalı adam idim. Necə havalı? Özümdə deyildim də. Yəni, sən mənə çatmır ki, yəni, mən bunu eləyərlər. Bilirsiniz nətər çöldə qoyarlar, ixtiyarı olmadığı təqdirdə. Sonra baxdım, yox da, bu belə alınmır da. Yəni, mən öz evimdən niyə çıxmalıyam? Niyə bu dərəcə, bu, belə deyək də, səviyyədə mənə çıxartmalıdırlar? Şunasi Şamilov iddia eləyir ki, bibisi hətta bir neçə dəfə onu və övladını zəhərləmək istəyib. Bu səbəbdən də evə kamera quraşdırıb. Onun sözlərinə görə hazırda iş məhkəmədədir. Ekspertiza aparılacaq. Burada hələ çox nüansları olub. Sadəcə mən də, belə deyək də, bu qısa olaraq deyirəm. Yəni, mənim bibimdir. Düzdür, mənə çox oyunlar açılıb. Onun da, belə deyək də, ümumi götürəndə məndən başqa işim yoxdur. Qıraq təhsillər nəticəsində mala mülkə görə mənim başıma bu oyun açdılar. Mənə deyirlər ki, çıx vapşı bu evdə sənə heç nəyin yoxdur. Mən də ailəli adamam, mənim övladım da var. Mən bura övladımı bura gətirə bilmirəm. Görünür, nə Şunasi Şamilov evi tərk etmək fikrindədir, nə də Gülzar xanım tələbindən geri çəkiləndi. Tərəflərin ortaq məxrəcə gəlməsi hələ zaman alacaq. Bəs yaxşı, mövcud problemin fonunda Gülzar xanım nə etməlidir? Məsələnin hüquqi tərəfi barədə vəkil Emil Aslanovdan xəbər aldıq. Vəkilin sözlərinə görə rəsmi çıxarışı olan şəxs mülkiyyətində olan əmlakı istədiyi vaxt satmaq, bağışlamaq, yəni sərəncam vermək hüququna malikdir. Lakin belə olan hallarda şəxsin əmlakında olan və ya yaşayan, qeydiyyatda olan şəxslərin istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Əgər onun əmlakında yaşayan şəxslərin istifadə hüququ varsa, bu halda həmin şəxsi kompensasiya verməklə istifadə hüquqlarına xitam vermək də mümkündür. Bu da o hallarda baş verir ki, əgər qeydiyyatda olan şəxs
orada qeydiyyatda olmağına baxmayaraq özünə məxsus başqa bir evi varsa, bu halda Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq kompensasiya verilmədən də onun istifadə hüququna xitam vermək mümkündür. Belə anlaşılır ki, Gülzar xanım və qohumunun mülk mübahisəsi yalnız məhkəmənin qərarı ilə həll oluna bilər. Ümid edək ki, bu həll qohumlar arasında narazılığa son qoyacaq. Mülkə görə yoxa çıxan mehribanlıq ailəyə yenidən qayıdacaq. Nigar Namik, Ramin Yaqubov, Real. Ordenləndir.